Salam hörmətli izləyicilər, hamınızı xoş gördük. Bir dənə sizə bir süzə boyda evdir, ev eşiyi 8 sotun içində, bir də evini çəkiyorsa. Qardaş, qiyməti də ucuzdur, desəm inanmayacaqsınız. Amma biraz gözləyin, bir səbirli olun, deyəcəm qiymət şoka düşəcək. 400 kvadrat böyük ailələr üçün əla fürsət ya, bağı bağçası da var. Harada yox? Vişnyovka bağlarında, Alballı 2-də. Konumunu da atmayacağım sizə. Konumunu atsam, özünüz gəlib baxarsınız. Qiymət əla, ucuz qiymət. Yəni, otaqlar nə boyda, zaldır da, bu ki, toy elə. Gəl bura. Deməli, belə. Buradan başlayaq. Evimizin fasadını çəkdim. Fasadına ehtiyac var, kabançilik, nə bilim, rənglənmək və s. Üstü bağlı, belə navest. Verandadır. Bunun altı su ambarıdır. Özünə tikilmədir, yəni satlıq məqsədi olmayıb. Bu tərəfi bağı bağçasıdır, rayondan torpaq gətirir. Belə dövür, belə. Sol tərəf. Bir dənə bura. Qiymət cəmi cümlətanı inanmıyorsunuz. 185.000 manat. Qupça torpağın çıxarışı var. Şimdi evə baxıyor, nə boyda ev. Alt, üst, 400 kvadrat, 200-200. Meyvə ağaçlarıdır. Əncil də var orada. Ya əncil, yapon əzgili. Bu nədir belə? Əzgil. Prinsip əzgilin vaxtıdır indi. Əncil. Gəl bari, gəl. Buna baxdıq. 185.000. Hələ aşağı indirimi də olacaq. Giriş qapısıdır. Həyət üçün nəzərdə tutulmuş. Ayaq yolusu. Evimiz monolitlidir. Mərtəbə arası da, üstü də monolitdir. Özdə tikilmədir də bir sözlə. Yəni, burada satmaq məqsədi olmayıb ki, şapləb belə şey yoxdur. Gəl. Deməli, bura mətbəximizdir. Kuxnyasıdır. İstipoldur. Birinci mərtəbədə, ikinci mərtəbədə istipoldur. Bura baxdıq. Bura bu şeylə əlaqədar, yağışla əlaqədar işıqlar sönükdür, üzrü sayın. Bura hamamla ayaq yolsudur. Bura belə bir geniş qonaq otağıdır. Sonra. Bura da qarajıdır. Bura qarajıdır. O çölə çıxacaq. Yəni buradan qapı qoyub, əslində yer var. Çölə, maşınla bura girərsiniz. Burada da, bax belə bir yerdir. Ev sahibi deyir ki, buradan da mətbəxlə istifadə ediyor. Bu qazızadı, kombisi, hər şeyini çəkib. Monolit göz qabağında. Pilləkən monolit, beton. Buyur. Deməli belə. Burada bir mətbəxidir. Təmirinə haradasa orta variantla desək, orta variantla. Haradasa bir 16-17 min xərci var, orta variantla. Yəni siz lap bahalı materiallardan burada qeyləsiniz, ondan artıq çıxacaq. Belə orta variantla 16-17, lap olsun 20 min. Qonaq otağıdır. Deməli, aşağı birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pilləkən. İndi deyəcəydiniz ki, ikinci mərtəbəyə axı çöldən niyə çıxmır? Buradan da var pilləkəni. Bu digər otaqdır. Otaqlar çoxdur deməli. 1, 2, 3, 4, 5, 6. 6, haradasa 6 qarajı saymasaq 10 otaqdır. Çamaşırxana, hamam tualeti.
Bu da sonuncu otaqdır. Qiymətini dedim 185 min. Hələ ev sahibi aşağı yerdə nəzərdə tutulur. Gəl. Ehtiyatlı ol. Kim alsa Allah xeyir versin. Gəl bir dənə buradan. Gəl bir dənə buradan panoramanı çəkək. Gəl. Həyitin panoramasıdır. Setkadır pəncərədə. Çəkə tam görsədə bilmədim. Çıxaq çölə. Heç nə. Zənginizi gözləyirəm. Bugünə bu qədər sağ olun, minnətlər.